Hamınızı təbrik edirəm. Bütün Azərbaycan xalqını bu şanlı qələbə münasibətilə qeyd elədiyiniz kimi Quran da buyurur ki, sizinlə vuruşanlarla vuruşun. Ümumiyyətlə, mərhəmət bütün dinlərin mahiyyətində var. Bayaq Melih müəllim də qeyd elədi. Çox çalışdılar bu savaşı dini müstəviyə yönəltsinlər. Amma Azərbaycanda dini məzmunda bir savaş, hətta bir münaqişə olmayıb tarix boyu. Və bu münaqişə başlanan ilk günlərdə Şeyxülislamın imzaladığı bir müraciəti Azərbaycanda yaşayan bütün konfessiyaların rəhbərləri imzaladı. Azərbaycan xalqı bu sınaqdan uzaq çıxdı. Bütövlükdə müxtəlif azsaylı xalqlar, dini inancları təmsil edən insanlar yumruq kimi birləşə bildilər. Azərbaycan əskərinin göstərdiyi şücaət, Azərbaycan əskərinin döyüş meydanında qətiyyəti arxa cəbhədə xalqımızın yumruq kimi birləşməsi ilə tamamlandı. Bu iki amil və Ali Baş Komandanın qətiyyəti bu müharibədə qələbə çalmağımıza səbəb oldu. Ona görə də bilirsiniz, doğrudan da nəhəng bir iş görüldü qısa bir müddətdə. Biz çox həssas bir regionda yaşayırıq. Bəzən sadə vətəndaş nə baş verdiyini anlamır. Yəni, nə qədər böyük bir siyasi müstəvidə səylər tələb olunur. Bu qədər böyük dövlətlərin əhatəsində məhz Azərbaycan öz milli maraqlarından çıxış edir və qətiyyət göstərərək qeyd olunduğu kimi, bəli, haqqın, ədalətin yanında güc də olmalıdır. Biz güclü olduğumuz üçün ədalətli mövqeyimizi qəbul etdirə bildik. Silah gücünü etdik, bəli. Quran da buyurur ki, insanları sülhə çağırın. Amma əgər razılaşmasalar, düşmən silaha sarılarsa, sizinlə vuruşanlarla vuruşun. Azərbaycan ordusu dünya hərb elminə bir görünməyən bir örnəklər təqdim etdi. Azərbaycan ordusu öz qüdrətini nümayiş etdirdi. Həm döyüş ruhu, ruh yüksəkliyi, həm də hərbi hazırlığı, ordumuzun döyüş hazırlığı bu savaşda özünü göstərdi. Yəni, biz atəşkəs dövrünü hədər verməmişik. Biz atəşkəs dövründə həm diplomatik müstəvidə, həm hərbi istiqamətdə lazım olan addımlar atmışıq və biz mövqeyi, məqamı gözləyirdik və elə bir məqam gəldi, çatdı ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmə imkanından tam şəkildə yararlandı və bu parlaq bir qələbəyə nail olduq. Həqiqətən daha xalqımızı və bütün bizə tamaşa edənləri təbrik edirəm. Şəxsən sizi ki, bu müddətdə gərgin şəkildə işləyirdiniz. Mən bir neçə dəfə bu verilişdə oldum. Doğrudan da nə qədər gecə-gündüz yorulmadan bu ümumi işimizə xidmət edirdiniz. Jurnalistlər və konkret olaraq sabaha saxlamayaq verilişi. Mən minnətdarlığımı bildirirəm. Çünki informasiya savaşı da çox önəmlidir. Müasir dövrdə insanları məlumatlandırmaq, doğru məlumatları çatdırmaq olduqca vacibdir ki, bu missiyanı da öhdəsindən layiqincə gəldiniz. Təbrik edirəm sizi.